Herkese salam, mən Nefis Akademinin coğrafya müəllimi Rəfiqə Abdullazadə. Bugün bu videoda sizinlə Din bilimi variant sınağının ikinci sınağına nəzər yetirəcəyik. Belki ikinci sınaq özündə dərəcə torunu aid məsələləri, ümumiyyətlə kainat günəş sisteminə aid olan sualları ehtiva edir. Bilək ki, baxaq birinci sualımıza. Birinci sual yerli vaxta əsasən B və C məntəqələrində coğrafi uzunluqları təyin etməyimizi istəyir. Gəlin baxaq. Biz A məntəqəsinin saatını və onun uzunluğunu bilirik. A məntəqəsinin əsasən də B və C-də olan uzunluqları tapa bilərəm. Yəni hansı meridianların üzərində yerləşir, bunu tapmağım mümkündür. Bu zaman nə edəcəm? 20 saat. Bundan çıxacağam 15-40-ı. 20-20-dən 15-40-a çıxanda, yəni bu iki saat arasında biz alacağıq ki 40 dəqiqə, buradan isə 4 saatlıq bir fərq qalır. Yəni 4 saat 40 dəqiqəlik bir fərqimiz var. Bəs bu 4 saat 40 dəqiqə əslində neçə dərəcə eləyir? Bunu çevirməyin ən yaxşı yolu nədir? Biz bilirik ki 1 saatda 15 dərəcəlik bir yol qət edir, məsafə gedir. Bəs 4 saatda nə qədər gedər? Bunu tapmağımız üçün isə 4-ü vuracağıq 15-ə. Bu edəcək 60 dərəcə. 40 dəqiqəni çevirmemiz üçün isə 1 dərəcədə 4 dəqiqədirsə, deməli 40-ı da böləcəm 4-ə. Tapacağım ki, əslində 10 dərəcəlik bir yol gedib. 60 və 10 dərəcə toplam 70 dərəcəlik bir məsafə qət edib. Saatda bundan irəlidə olduğuna görə, deməli 30 dərəcə şərq uzunluğundan şərqdə yerləşən bir məntəqədir. Yəni 30-un üzərinə 70 gələcək, o da eləyəcək 100 şərq uzunluğu. Yəni bu iki məntəqədə şərq uzunluğundadır. Eyni qayda ilə C məntəqəsini tapacağam. 21:00 ilə 15:40 arasındakı fərqi tapıram. Alıram ki, bunlar arasında deməli 21:00-dan çıxmalıyam 15:40-ı. Alıram ki 20 dəqiqə. Eyni zamanda 5 saatlıq bir fərqim var. 5 saat 20 dəqiqəlik fərqi mən çevirməliyəm yenə dərəcəyə ki, görün bunlar arasında neçə dərəcəlik bir fərq olubmuş. Həmin fərqə əsasən də yenə eyni qayda ilə üzərinə gələcəm. Çünki bu məntəqədə saatda A məntəqəsindən irəlidədir. 5 saat 20 dəqiqəni çevirəndə 5-i yenə 15-ə vuracaq, 75, 20-ni də 4-ə böləcək 5, yəni toplam 80 dərəcəlik bir fərq mövcuddur. Yəni plus 80 olmaqla C məntəqəsindəki saatı tapmış olacağam, uzunluğu tapmış olacağam. 30-un üzərində 80 gəldiyim zaman eləyəcək 110 şərq uzunluğu. Hər iki məntəqənin şərq olduğunu hardan bilirəm? Çünki saatda A məntəqəsindən irəlidədirlər. Biz də demişik ki, zamanda irəlidə olan hər zaman daha şərqdə yerləşir. Deməli, doğru cavabımız 100 şərq uzunluğu və 110 şərq uzunluğu olmaqla B variantıdır. İkinci suala nəzər yetirək. Sxemə əsasən yanlış bəndi bizdən təyin etməyimizi istəyir. A, B, C, D, Y, F məntəqələri verilib. Burada bir ekvatorumuz var, bunu yaddan çıxarmırıq. Gəlir deyir ki, A məntəqəsi 23-cü saat qurşağında yerləşir. A məntəqəsinin gəlib düşdüyü yenilik hardasa qərb yarımkürəsi olduğuna görə və 20 dərəcəlik bir qərb uzunluğudur. 20 dərəcəlik qərb uzunluğunun hansı enlikdə yerləşməsi, hansı saat qurşağında yerləşməsini tapmağımız üçün biz 15-ə bölüb sonda 24-dən çıxmalıydıq. Təbii ki, 20-ni də 15-ə böləndə, gəlin bu hissədə bölək. 20-ni 15-ə bölürəm. Bir dəfə düşür. Burada 15. Qalıqda isə 5 qalır. Deməli, qalığımız 7,5-dən kiçikdir deyə saat qurşağı olduğu kimi qalacaq. Birinci saat qurşağı. Qərb yarımkürəsidir deyə 24-dən çıxmalıyam. Yəni 24 çıxaq 1, o da eləyəcək 23-cü saat qurşağı. Yəni A variantında heç bir səhvlik yoxdur. Gəlirik B-yə. D məntəqəsinin yerli vaxtı C məntəqəsinin yerli vaxtından 2 saat 40 dəqiqə irəlidədir. Saat
fərqini tapmamız üçün bayaqki birinci sualda elədiyimizin tam əksini etməliyik. Yəni bunların dərəcə fərqinə baxıram. C məntəqəsi 60 dərəcə uzunluqda yerləşir. Bu isə 20 dərəcə. C ilə D-nin arasında 60-20-40 dərəcəyə bir fərq var. 40 dərəcəlik fərqi dərəcəyə çevirmək üçün yenə 1 saatda 15 dərəcə döndüyünə görə 40-ı bölürəm 15-ə. 2 dəfə düşür, 2 dəfə 30, qalığımızda 10 qalacaq. Bu qalığı dəqiqəyə çevirməliyimiz lazımdır. O da 1 dərəcədə 4 dəqiqə fırlanması ilə bağlıdır. 4 dəqiqəyə başa vurması ilə bağlıdır. Yəni onu da vuracam 4-ə, qalacaq 40 dəqiqə. Yəni 2 saat 40 dəqiqə olması tamamilə doğrudur. B variantında da heç bir səhvliyimiz yoxdur. Gəlirik C variantına. Deyir ki, 23 sentyabrda C və D məntəqələrində günəş şüaları fərqli bucaq altında düşür. 23 sentyabrda bilirəm ki, günəş ekvatorun üzərində zəngdə olur. Ekvatorun üzərində zəngdə olduğu zaman şimal yarımkürəsi də, cənub yarımkürəsi də eyni dərəcədə işıq və istilik alır. Bu o deməkdir ki, əgər bu məntəqələr, C və D nöqtəsi eyni paralelin üzərində yerləşirsə, yəni biri 15 şimal, biri 15 cənub verilib burada. Yəni eyni dərəcənin üzərindədirlər. Deməli 15 şimalda, 15 cənubda ekvatordan eyni dərəcədə işıq və istilik almalıdır. Amma burada yazıb ki, fərqli bucaq altında düşür. Ekvator tən böləndidə, tən ortada olduğu zaman eyni dərəcəyə malik olan şimal və cənub paralelləri elə eyni dərəcədə işıq və istilik almalıdır. Deməli, C variantı ilə yanlış cavabımız idi. Bizdən isə yanlış bəndi seçməyimizi istəyirdi. 2-nin cavabı olacaq C variantı. Gəlirik 3-cü sualımıza. Deməli, 3-cü sualda 21 mart və 23 sentyabr tarixlərində gündüzün uzunluğunun daha çox olduğu məntəqələri bizdən istəyir. 21 mart 23 sentyabr arası tarixlərə fikir verirəm. Əslində hər iki tariximdə günəş ekvator üzərində zəngdədir və hər iki məntəqə əslində eyni dərəcədə işıqlanır. Sadəcə biz baxmalıyıq ki, 21 martdan 23 sentyabra getdiyim tarixdə hansı fəsil yaranır şimal yarımkürəsində? Baxıram ki, 21 martdan 23 sentyabra qədər yay aylarıdır. İyun-iyul avqust ayları tam ortasıdır. Demək ki, bizdə yaydır. Bizdə yaydısa, elə yay gün dönümüdür deməkdir. Yay gün dönümüdürsə əgər, günəş 23.5 şimal enliyinin üzərində zəngdədir. Ona görə də şimal enliyinə yaxın olan bəndləri biz seçməliyik burada. Deməli, doğru cavabımız olmalıdır 1, 2, 6. Yəni ekvator arası olan bir ərazini götürməməliyəm, amma hardasa 23.5-ə 23.5-dən yuxarı olan əraziləri götürməliyəm ki, biz qütb gündüzü, qütb gecəsi demişik. Onlarda 6 ay gecə, 6 ay gündüzdür. Ən yaxında təbii ki, 90 dərəcə olan ərazilərdə daha çox gündüzün uzunluğu müşahidə ediləcək. Gəlirik 4-cü sualımıza. 4-cü sualda yer planeti yarandığı ilk vaxtlarda onun səthinə çoxlu iri asteroidlər və meteoritlərin düşməsinin səbəbini soruşur. Asteroid və meteoritləri biz əvvəlcə gəl müəyyənləşdirək ki, hal-hazırda niyə bizi gəlib çıxmırlar? Bunun səbəbi yerin ətrafında atmosfer təbəqəsinin mövcudluğuydu. Dedik ki, meteoritlər yer səthindən düşdüyü zaman atmosferə gəlib çatanda sürtünmə qüvvəsi ilə üzləşir və bu sürtünmə qüvvəsi onu parçalayır, belə də ovur tökür və o yer səthinə tamamilə gəlib düşə bilmir. Bu da əslində bir baxımdan maqnetizmlə əlaqəli bir nüansdır. Maqnetizm yerin yarandığı ilk dövrdən etibarən çox yaxşı olmadığına görə həmin asteroidlərlə meteoritlər yerin ilk yarandığı dövrlərdə tam şəkildə yer səthinə çata bilirdilər və çox düşürdülər. Deməli, söhbət burada yerin maqnetizmindən gedəcək. Yəni D variantımız doğru cavabdır. Gəlirik 5-ci suala. 5-ci sualda şimal qütb dairəsi və cənub qütb dairəsi üçün fərqli və oxşar cəhətləri Eyler-Venn diaqramında düzməyimizi istəyir. 3 qitəni kəsib keçir. Təbii ki, bu aid olacaq sadəcə şimal qütb dairəsi üçün. Niyə? Çünki şimal qütb dairəsi, yəni 66,5 dərəcəlik enliyimiz həm Şimali Amerikanı, həm Avropanı, həm də Asiyanı kəsərək keçir. Yəni bu toplam 3 qitə eləmiş olur. 60 və 70 dərəcə cənub enlikləri, adı üstündə cənub enliyi deyirsə, bu cənub qütb dairəsi üçün xas olan bir xüsusiyyətdir. Yay gün dönümü günü qütb gündüzü müşahidə edilir. Yay gün dönümündə günəş 23.5 şimal enliyinin üzərindədir. Şimal enliyinin üzərində olduğuna görə elə şimal qütb dairəsində qütb gündüzü müşahidə ediləcək.
Yaz gecə gündüz bərabərliyi günü günəş şüaları 23.5 dərəcə bucaq altında düşür. Yaz gecə gündüz bərabərliyində biz demişik ki, günəş ekvator üzərində zenitdədir. Ekvator üzərində zenitdə olduğu zaman dərəcələr eyni dərəcədə istilik və işıq almalıydı. Yəni 66.5 şimalda da yerləşsə, 66.5 cənubda da yerləşsə, bunları biz fakt 90 dərəcədən çıxmalıyıq da. Hər ikisində 23.5 dərəcə bucaq alacağıq. Yəni bu onlar üçün ortaq bir cəhətdir. Amma 5-ci şərtdə isə qış gün dönümü günü günəş şüalarının 47 dərəcə bucaq altında düşdüyünü deyir. Qış gün dönümündə günəş 23.5 cənub enliyinin üzərində zenitdədir. Yəni burada artıq əksinədir. 23.5 cənub enliyinin üzərində. Cənub enliyi isə deməli biz hər iki variantı da yoxlaya bilərik. Misal üçün cənub qütb dairəsi və cənub enliyi biz demişik ki, hər iki yarımkürə cənub olduğunda onları çıxmalıyıq. Yəni 66.5-dən çıxacağım zenitdə olduğu məntəqə, yəni 23.5-i və bununla da təbii ki 90 dərəcədən çıxmalıyam. 90-a çıxacağım aldığım ədədi. Deməli 90 çıxılsın, enliyim cənub qütb dairəsi 66.5. Yəni biz daha yaxın cənuba olduğuna görə mütləq birinci cənubdan yoxlamağa başlamağımız lazımdır. Enliyim bu, zenitim isə 23.5 cənub, ikisi də cənub olduğuna görə çıxıram. Buradan alacağım 43 dərəcəli bir enlik, 90-dan da 43-ün çıxanda alınacaq 47 dərəcə enlik. Yəni günəş şüalarının 47 dərəcə bucaq altında düşdüyü məntəqə olacaq cənub qütb dairəsi. Deməli 1-ə 1 3, 2-yə 2 5, 3-ə isə 4 olan cavabım doğrudur. Bu olacaq bizdə C variantı. Gəldik 6-cı suala. 6-cı sualda bizə nə istəyir? Yerdə həyatın əmələ gəlməsinin ilkin şərti. Əslində çox sadə bir sualdır. Bizim nəyə ehtiyacımız var? Günəşin şüasına. Günəş şüası olmasa, yer kürəsində bu istilik mübadiləsi, işıqlanma və s. heç biri olmaz. Ona görə də bizə günəş işığı lazımdır. Torpaq örtüyünə malik olması ilə günəşdən asılıdır. Ona görə bu variantımızı çıxırıq. Yerdə tektonik hərəkətlərin baş verməsi məcburi və zəruri bir şərtim deyil. Atmosferdə qaz tərkibinin olması yenə bu ilkin şərt deyil. Bəli, qaz tərkibi olmalıdır bizim yaşamağımız üçün, amma daha ilkin şərtimiz var. Meşələrin yaranması da ilkin şərt deyil. Qalır bir dənə yerlə günəş arasında məsafənin münasib olması. Təbii ki, biz nə günəşə çox yaxın ola bilmərik, nə də çox uzaq ola bilmərik. O istiliyi müəyyən qədər almağımız lazımdır günəşdən. Bu bizim ilkin şərtimiz olacaq. Gəlirik 7-ci suala. 7-ci sualda A məntəqəsində 10 dərəcə şimal enliyi, yəni 130 dərəcə qərb uzunluğunda cismin kölgəsi olmadığı zaman Bakı şəhərində saat neçə olar? Deməli, cismin kölgəsinin olmadığı zaman deyirsə, deməli mən bilməliyəm ki, elə A məntəqəsində günəş zenitdədir, tam üzərindədir günəş. Üzərindədirsə əgər, deməli 130 qərb uzunluğunda günortadır. Yəni günorta saat 12:00. Biz günortanı təxminən 12:00 götürürük. Gəlirik ki, bəs Bakıda saat neçə olar? Mən baxmalıyam ki, görüm bu A məntəqəsi ilə Bakı arasında neçə dərəcəlik və neçə saatlıq bir fərq var. 130 qərb uzunluğudur. Bakı isə 50 şərq uzunluğudur. Biri qərb, biri şərq olduğuna görə məntəqələrimizi toplayıram. Edir 180 dərəcəlik bir fərq. 180 dərəcəlik bir fərq də bir meridianın digər yarısı deməkdir də. Yəni 130-50. Toplam 180 dərəcəni verilməlidir mənə. Deməli, onlar arasında elə 15-ə böldüyüm zaman alıram ki, 12 saatlıq fərq var. 12:00-dırsa günorta, oradan da 12 saat bir məsafə qət eləmişəm, yəni Bakıya gəlib çıxanacam. Demək, Bakıda həmin vaxt axşam, yəni gecə saat 12-dir. Yəni 24:00 olacaq A variantım doğru cavabım. Burada əsas nəyə fikir verməliyik? Uşaqlar birinci bu test tapşırığını görən kimi mütləq şəkildə günəşin düşmə bucağının üstündən qaçırlar. Amma heç bir əlaqəsi yoxdur. Burada əslində dərəcə, yəni saat qurşağını bilməyimiz lazımdır. Bir-birinin dərəcə fərqi nə qədərdir? O dərəcə fərqini
çevrilməsi zaman müddətinə çevirəndən sonra isə aralarındakı saat fərqini aydın şəkildə görəcəksiniz. Gəldik 8-ci suala. 8-ci sualımızda xəritə sxemdə qeyd edilmiş məntəqələrin hansında 22 iyunda gündüzün uzunluğu daha az olar? 22 iyunu gördüm, daha az olmağını istəyir. Gedirəm hara? 22 iyunda Günəş 23.5 şimal enliyinin üzərində zenitdədir. Yəni Günəş buradadır. Günəş buradadırsa, buradan yuxarıda olan məntəqələrdə qütb gündüzləri müşahidə edilir. Gündüzlər şimal yarımkürəsindədir. Deməli, bunun tam əksi olan yerlərdə, yəni cənub yarımkürəsində isə gündüzün uzunluğu qısalacaq, əksinə gecənin uzunluğu isə artmış olacaq. Yəni, burada mən baxıram ki, hal-hazırda bu cənub qütb dairəsinə 90 dərəcəlik enliyimə ən yaxın olan məntəqə haradır? Çünki artıq mən bilirəm axı orada 6 ay gecədir. Deməli, ora ən yaxın olan məntəqəmdə də gündüzün uzunluğu daha az olmuş olacaq, gecə çox uzun olmuş olacaq. Qütbə ən yaxın məntəqəm burada 5-ci məntəqəmdir, yəni B variantı. 9-cu sual. Yerli vaxtı Bakı şəhərindən 8 saat irəlidə olan məntəqənin aid olduğu saat qurşağının orta meridianını tapın. Bakı şəhərindən 8 saat irəlidə olması o deməkdir ki, bu əslində Bakıdan 120 dərəcə məsafədə yerləşir. Yəni 8-i vuracam 15-ə, tapacam ki, bunun Bakı ilə arasında 120 dərəcəlik bir fərq var. İrəlidə olduğuna görə bu şərq yarımkürəsidir. Yəni şərq yarımkürəsidir deyə toplayacam. 50 şərq uzunluğuydu, 120 də şərqə gedib, gəlib çıxıb 170 şərq uzunluğunun üzərinə. 170 şərq uzunluğu bu məntəqənin özüdür. Amma deyir, bunun aid olduğu saat qurşağının orta meridianı tapın. Gəlin, baxaq görə 170 şərq uzunluğu neçənci saat qurşağına düşür. Saat qurşağını tapmaq üçün biz demişik ki, 170-i bölməliyəm 15-ə. Burada bir dəfə 15, adi çubuqlu bölməklə rahat şəkildə bunu təyin edə bilərsiniz. 20-nin içərisində yenə 11 düşür. Burada bir dəfə qalıqda 5 qalır. Qalıq 5 qaldığına görə 11-ci saat qurşağı tam olaraq qalmalıdır. Deməli, saat qurşağımız 11-dir. Bəs bunun orta meridianı nə cür tapım? Orta meridianı tapmağımız üçün isə bizə lazımdır. Yenə bunun 15 dərəcəlik məsafədə gedib gəldiyini bilirəm. Deməli, yenə də 15-ə vurmalıyam. 11 vuraq 15, eləyəcək 165 şərq uzunluğu. Deməli, orta meridianımız elə əslində 165 şərq uzunluğu imiş. Gəlirik 10-cu suala. A məntəqəsi 20-ci saat qurşağının orta meridianından 20 dərəcə qərbdə olarsa, o zaman onun yerləşdiyi saat qurşağının sərhədlərini təyin edin. 20-ci saat qurşağının gəlin orta meridianı tapaq. 20-ci saat qurşağını vururam 15-ə. Əslində bunu 24-dən çıxmalıyam birbaşa. Və yaxud da çıxmamısınızsa əgər 20-ni 15-ə vurub buradan alacaqsınız ki 300 dərəcəlik bir fərqdir. Onu da 360-dan çıxa bilərsiniz. Yəni 360 çıxaq 300, qalacaq 60 qərb uzunluğu və yaxud da elə 24-dən 20-ni çıxıb alacaqsınız 4 dərəcə, 4 dərəcəni vuracaqsınız 15-ə, o da eləyəcək 60 qərb uzunluğu. 60 qərb uzunluğunu aldım. Deməli, 60 qərb uzunluğunun yerləşdiyi saat qurşağını tapmağım lazımdır. Onun üçün nə edəcəm? Deməli, 60-ı yerləşdiyi saat qurşağını tapmağım lazımdır. 60-ı böldük. Orta meridianı tapdıqdan sonra. Lakin deyil, bu orta meridiandan 20 dərəcə qərbdədir də. Birinci bunu tapmağımız lazımdır. 60 qərb uzunluğu deyil. Buna 20 dərəcə qərbə gedirəmsə, deməli üzərinə gəlirəm də qərb uzunluğu. Olur 80 qərb uzunluğu. 80 qərb uzunluğunun yerləşdiyi saat qurşağının sərhədlərini təyin etməyimizi istəyir. Gəlin 80 qərb uzunluğunun yerləşdiyi saatı tapaq. 15-ə bölürəm. Düşür 5 dəfə 75. Qalıqda 5. Deməli 5-ci saat qurşağım. Amma qərb yarımkürəsi olduğuna görə bunu mütləq şəkildə biz 24-dən
çıxmalıyıq. 5 qərb uzunluğu olur. 5 qərb uzunluğu da əslində qərb tərəfdə 5 yoxdur. Bu əslində 19-a çevrilir. Amma normalda sadə üsulla həll etsək 5-i 15-ə vururuq. Edir 75. Qərb uzunluğu 75. Təbii ki, bilirəm ki 7.5, 7.5 artırsa hədlərimi tapanda 75-in üzərinə 7.5 gəlirəm. Edir 82.5. 75-dən 7.5-i çıxıram. Qalacaq 67.5 dərəcə qərb uzunluğu. Yəni, hər iki uzunluğumuz qərb uzunluğu olmalıdır. Deməli, doğru cavabımız olur Y variantı. Gəlirik 11-ci suala. Sxemə əsasən bizdən doğru fikirlər seçməyimizi istəyir. Sxemə baxıram ki, şimal yarımkürəsi qəşəng günəş şüaları alır, cənub yarımkürəsində isə gecələrdir. Bu şimal qütbüdür, bura isə cənub qütbüdür. Buradan tapmış oluram əslində bunu. Deməli, cənub yarımkürəsində ən uzun gecə müşahidə olunur. Bəli, yəni bura gecədir də, artıq mən görürəm ki, qara rənglə də rənglənib. Deməli, ən uzun gecələrlə cənub yarımkürəsində olacaq. Bir doğrudur. Şimal yarımkürəsində ən qısa gündüz deyil, ən uzun gündüz yazmalıdır. Çünki günəş şüalarını birbaşa görə bilir. Deməli, 2 səhvdir. Günəş 23.5 cənub enliyində zənitdədir. Cənub enliyində zənitdə olsaydı, cənub yarımkürəsi ilə işıq görərdi də. Niyə şimal yarımkürəsi görür? Deməli, 3 də səhvdir. 66.5 şimal enliyindən şimalda qalan məntəqələrdə qütb gündüzləri müşahidə edilir. Tamamilə doğrudur. Çünki işıqlanan günəş alan məntəqəm şimal yarımkürəsidir. Deməli, elə qütb gündüzləri də şimal qütb arasında olmalıdır. Deməli, 4 doğrudur. Cənub yarımkürəsində yay deyil, qütb gecələri müşahidə olunduğuna görə əslində burada qış fəsli olmalı idi. Günəş şüaları Bakıya 73.5 dərəcə bucaq altından düşür. Bu düzdür. Gəlin bunu hesablama qaydasına nəzər yetirək. 90 çıxılsın. Enliyim Bakı şəhəri olur 40. Şimal enliyi. Günəş 23.5 şimal enliyi üzərində zenitdədir. Zenitimin yerinə 23.5 qoyuram. İkisi də eyni məntəqədə olduqlarına görə çıxmalı olacağam. 40-dan 23.5-i çıxanda alacam 16.5. 90-dan da 16.5-i çıxanda qalacaq 73.5. Deməli, doğru cavabım 1, 4 və 6, yəni B variantıdır. Gəlirik 12-ci suala. 12-ci sualda diaqrama əsasən cismin yerləşdiyi coğrafi enliyi müəyyənləşdirin. Burada ən əsas məqam nədir? Günəşin zenitdə olması. Bu kölgədir verilənlər. Zenitdə olduğu zaman, yəni 90 dərəcə bucaq altında günəş şüaları düşəndə kölgə bərabərdir 0-a. Yəni kölgəmiz 0 olmuş. Mən də baxıram görüm, burada kölgə var, burada kölgə var, burada da var, bir dənə burada yoxdur. Deməli, 22 dekabr günü bu cismin kölgəsi olmur. Bəs yaxşı, 22 dekabr günü bizdə qış gün dönümüdür. Bu hansı enlikdədir? Təbii ki, qış gün dönümündə 23.5 cənub enliyinin üzərində zenitdə olur. Birbaşa kölgə diaqramlarını, sxemlərini bu cür həll edirsiniz. Kölgə harda yoxdursa, günəş orada zenitdə deməkdir. 22 dekabr günəş harda zenitdədir? 23.5 cənub enliyinin üzərində. Gəldik 13-cü sualımıza. Xəritə sxemi əsasən qütb gecə və gündüzlərinin müşahidə olunduğu məntəqələri. Biz hər zaman demişik ki, qütb gecə gündüzləri ancaq qütb dairələrində müşahidə edilə bilər. Yəni, hara qütbə yaxındırsa, oraları götürəcəm. Gəlin baxaq, bura 60-dır. 66.5-dən aşağıda, yuxarı dairələrə buralardır. Burada da 66.5-dən yuxarı dairələr buralardır. Yəni, bunlardan yuxarıda hansı nöqtələrim qalırsa, onları götürməliyəm. Deməli, doğru cavabım olur H, Y və S məntəqələri. Yəni, A variantı. 14-cü suala nəzər yetirək. 14-cü sual müxtəlif məntəqələr eyni anda günəşin üfüqdə vəziyyətini əsasən daha qərbdə yerləşən məntəqəni müəyyənləşdirin. Eyni anda müxtəlif məntəqələrdə günəş şüalarının vəziyyəti verilib. Yəni, üfüqdə, yəni görünən bucağı. Buna əsasən daha qərbdə olan məntəqəni seçməyimizi istəyir. Biz baxmalıyıq ki, bunun bir dənə əsas rahat həlli yolu var. Yəni, daha qərbdə deyirsə, deməli, günəş şüaları hələ məndən şərqdədir.
Yəni mənə hələ gəlib çatmayıb. Burada da baxıram ki, ən şərqdə yerləşən məntəqəm haradır? Yəni günəşin ən şərqdə olduğu. Təbii ki, 4-cü məntəqəmiz. Deməli, elə doğru cavabımız olacaq C variantı. Qərbdə deyilsə şərqə baxın, şərqdə deyilsə qərbə axtarın. Yəni bu ən asan yolu budur. 15-ci sual. Başlanğıc meridiandan başlanğıc meridianım 0 dərəcədir. Çəkək buradan bir dənə 0-ı. 27 dərəcə şərqdə və qərbdə yerləşən məntəqələrin aid olduğu saat qurşaqlarını müvafiq olaraq təyin edin. 27 dərəcə şərq gəlir bura, 27 şərq uzunluğu olur. 27 dərəcədə qərb gəlir bu hissədən, 27 qərb olur. Yəni bu artıq aydın şəkildə bilinir. Biri şərq, biri qərbdir. 27-ci şərq uzunluğunun orta meridianı tapmaq üçün 27-ni bölürəm 15-ə. Hər ikisini böləcəm 15-ə. Bir dəfə düşür, 15, qalıq 12. Qalıq 12 olduğuna görə bu 7,5-dən böyükdür. 7,5-dən böyükdür deyə bir dənə də plus 1 artırıram bura. Olur ikinci saat qurşağı. Yəni 27 şərq uzunluğunun yerləşdiyi saat qurşağı olur 2 şərq uzunluğu. 2 şərq uzunluğunda verildiyi sıra 1Y-dir, bir də C-dədir. Gəlirəm qərb uzunluğunu hesablamağa. Qərb uzunluğunu isə yenə 27-ni 15-ə bölürəm adi qaydada. Yenə bir qalığın üstünə bir dənə 1 gələcəm. Olacaq ikinci saat qurşağı. Lakin bu qərb yarımkürəsi olduğuna görə sonda 24-dən çıxılmalıdır 2. Yəni 22-ci saat qurşağı. Doğru cavabımız olacaq Y variantı. Qərb yarımkürəsi deyəndə hər zaman 24-dən çıxmağı unutmayın. 16. Hansı ərazilərdə maqnit anomaliyası müşahidə edilər? Bax, adı üstündə maqnit anomaliyası deyirsə, buna bir maqnit çəkməlidir də. Maqnit nəyi çəkəcək? Dəmiri. Deməli, dəmir filizi olan yataqlarında maqnit anomaliyası müşahidə edilmiş olacaq. Digəri heç bir ərazi üçün maqnit anomaliyası keçərli deyil. Gəlirik 17-ci suala. Qütb parıltısı yaranır. Qütb parıltısının yaranması biz deyəcəyik ki, necə baş verir? Günəş sistemindən güclü bir külək qasırğası gəlir, düz yerin atmosferinə daxil olur. Günəşdən gələn külək və yerin atmosferində olan külək bir-biri ilə toqquşur və bu toqquşma zamanı qütb parıltıları yaranır. Bunu da biz 66.5-dən yuxarı enliklərdə görürük. Deməli, doğru cavabımız olacaq. Günəş küləyinin elektrik yüklü hissəciklərinin yerin atmosferinin yuxarı hissəsi ilə toqquşması nəticəsində yaranır. Yəni, yerin atmosferindəki küləklə günəşdəki olan külək toqquşur və qütb parıltıları formalaşır. 18-ci sual. Deməli, 18-ci sualda günəşin üfüq üzərində vəziyyətinə əsasən şimal yarımkürəsində müşahidə olunan fəsilləri müəyyənləşdirin. Şimal yarımkürəsində hansı fəsillərin müşahidə edildiyini nə cür təyin edərəm? Günəş nə qədər yuxarıdadırsa, yəni bir o qədər istidir deməkdir. Çünki nə qədər yuxarıdadırsa, bir o qədər zenitdir deməkdir. Deməli, burada yay fəsli, yəni yaydır. Harada çox zenitdədirsə, orada daha çox görürəm. Aşağı düşə-düşə fəsillərim dəyişir. Yaydan sonra nə gəlir? Yaz. Burada isə demək olar ki, bucaq o qədər kiçilib ki, yəni bunu normal şəkildə görə bilmir şimal yarımkürəsi günəşi. Şimal yarımkürəsinin günəşi ən az gördüyü fəsil isə qış fəslidir. Deməli, yaz, sonra isə qış fəsli müşahidə edilməlidir. 19-cu sual birbaşa bizim düşmə bucağına aid olan məsələ həllimizdir. 10 dərəcə cənub enliyinə günəş şüaları 76,5 dərəcə bucaq altında düşürsə, yəni həmin zaman günəşin zenitdə olduğu enliyi təyin edək. Gəlin baxaq görək 10 dərəcə cənub enliyinə günəş şüaları 76,5 dərəcə bucaq altında hansı zaman müddətində düşür? Deməli, 90 çıxılsın enliyim bəlli 10 dərəcə cənub enliyi. Zenitimi verməyib, zenitim yoxdur. Bu qalır. Zenit bərabər 76,5. Bəs mən bura niyə üstəgəl qoymadım, çıx qoydum? Bura cənubi enliyidir. Bu cənubi enliyi 76,5 dərəcə bucaq alır günəşi. Bu çox deməkdir. Demək ki, günəş hardasa elə cənub enliyinə yaxın olan bir ərazilərdədir. Gəlirəm. Bilmirəm, 90-dan çıxıram 76,5-ə adi qaydada
riyazi bir məsələ həll edirik də sanki. 90-dan çıxıram 76.5-i. Olur 13.5. Yəni 10 dərəcə cənub enliyi buradan. Buradan da zənitimiz bərabərdir 13.5. Deməli, bu cənub, bu da cənubdursa, deməli, mən neçədən 10 çıxmalıyam ki? Çünki burada bir dənə də mənfimiz var. 13.5 alınsın. Deməli, söhbət 23.5 cənub enliyindən gedir. 23.5 cənub enliyi. Gəlirik 20-ci suala. 20-ci sualda tropik işıqlanma qurşağının cənub sərhədi ilə Bakı şəhəri arasındakı məsafəni hesablayın. Tropik işıqlanma qurşağı 23.5-lərdə bitir də, yəni 23.5 şimalla 23.5 cənub enliyi arasındadır. Demək, cənub sərhədi olur 23.5 cənub enliyi. Bakı şəhəri də 40 şimal enliyidir. Biri şimal, biri cənub olduğuna görə məntəqələr arasındakı fərqi tapmaq üçün onları toplayıram, dərəcə fərqini tapmaq üçün. Yəni 40 plus 23.5 eləyir 63.5. 63.5-dirsə, bunlar da eyni meridianın üzərindədir. Meridianların uzunluğu da hər daim 111 olduğuna görə burada cavabı alacağım 7048,5. Eyni meridian üzərində yerləşdiyinə görə 111-ə vururuq. Gəlirik 21-ci suala. Sxemdə qeyd edilmiş A məntəqəsində 4 oktyabr 19:20-dir. A məntəqəsini tapdıq. Gəldi ayın 4-üdür. Oktyabrın və 19:20-dir. Buna əsasən B məntəqəsində hansı gün və hansı saat olar? Birinci gəlin günü təyin eləyək. Günü necə təyin eləyəcəyik? Bu bizdən bu qərbi yarımkürəsindədir. Bu birisi şərqi yarımkürəsində. Bu 180 dərəcəli enliyi olduğuna görə bu tərəf qərbi yarımkürəsidir. Bunu yaddan çıxarmırıq. Bu tərəf şərqi yarımkürəsidir. Mən də bilirəm ki, şərqdə olan məntəqə hər zaman zamanda məndən irəlidədirsə, deməli mən bir gün də olsa bunun geridə olmalıyam. Çünki 180 dərəcəlik tarix dəyişmə, yəni yeni gün olan meridianım var. Deməli, söhbət 3 oktyabrdan getməlidir. 4 oktyabr olan cavabları çıxıram. B məntəqəsi A-dan bir gün daldadır. 19-20 olan bir məntəqə verilib. Bunun arasında dərəcə fərqini tapıram. Buradan 20 dərəcəlik bir fərq var. Buradan da 10 dərəcəlik bir fərq var. Toplam 30 dərəcəlik fərqdir. 30 dərəcəlik fərqi saata çevirəndə 30/15 qalır 2 saatımız. Yəni A və B məntəqələri arasında əslində 2 saatlıq bir fərq var. O da 19-20-nin üzərinə şərqə doğru getdiyimə görə əslində ora qərbi yarımkürəsidir. Gəlirəm 2-ni. 19-20 üstəgəl 2 saat. O da eləyəcək 21-20. Yəni doğru cavabımız C variantıdır. Burada mütləq yüksəsinə fikir verin. Uşaqları Greenwichlə qarışdırır. Onlar fərqli cavablar alınacaq. Gəlirik 22-ci sual. Xəritə sxemdə qeyd edilmiş məntəqələrin yerləşdiyi saat qurşaqlarını və məntəqələr arasındakı yerli vaxt fərqini müəyyənləşdirin. A yerləşir 60 qərb uzunluğu, B yerləşir 60 şərq uzunluğu. 60 qərb uzunluğu və 60 şərq uzunluğu arasında saat və dərəcə fərqini tapmağımız, yəni saat qurşağı və yerli vaxt fərqini tapmağımız lazımdır. 60 qərb uzunluğu 60/15 qalır 4. 24-dən də 4-ü çıxsam, tam aydın üsulunu göstərək. 20-ci saat qurşağı eləyir. Digəri isə 60/15 eləyir 4-cü saat qurşağı. Yəni saat qurşaqlarımızın biri 20, digəri 4 olmalıdır. Bu da əslində bir variantımızdadır. Aralarında saat fərqini tapdığımız zaman isə 60-60 toplam 120 dərəcəlik bir fərqimiz var. 120 dərəcəlik fərq bölməliyik 15-ə, qalacaq ki, əslində onlar arasında 8 saatlıq bir fərq mövcud imiş. Yəni doğru cavabımız A variantıdır. – 23-cü sualda qış gün dönümü günü 30 dərəcə şimal enliyindən günəş şüaları neçə dərəcə bucağı altına düşər? Adi düşmə bucağının məsələsini, düsturunu qoyuruq yerinə, həll eləyirik. Qış gün dönümü
90 dərəcə çıxaq. Enliyim 30 şimal enliyidir. Qış gün dönümü 23.5 cənubun üzərində zəngdədir. Biri şimal, biri cənub olduğuna görə toplayıram. Buradan da alıram ki, əslində 30 ilə 23.5-i toplayanda eləyəcək 53.5. 90-dan da 53.5-i çıxdığım zaman alacağım əslində 36.5. Yəni 36.5 dərəcə bucaq altında düşmüş olar. Gəlirik 24-ə. Mülayim iqlim qurşağında, mülayim işıqlama qurşağında yerləşən ölkələri seçin. İşıqlama qurşağımızın dərəcələrinə baxırıq. Mülayimin 23.5-dən düz 66.5-ə qədər mülayimdir. Yəni bu aralarda yerləşənləri seçməliyik. Qətiyyən tropiklərdə, yəni normalda biz oraya ekvatoral iqlim qurşağı deyirik. Burada olan məntəqələri çıxmağımız lazımdır. Niger 23.5-lərin arasıdır. Eyni zamanda Türkiyə bəli 23.5-dən yuxarıdadır. Biz deyirik ki, Türkiyə ilə 40 şimal enliyidir. Monqolistanın ərazisi bəli 23.5-dən yuxarıdır. Perudur. Bu Perunu götürə bilmərik, çünki Peru əslində tropik işıqlama qurşağına düşür. Eyni zamanda Panama götürəcəyik biz. Yəni mülayim işıqlama qurşağında yerləşmiş olmayacaq. Deməli, Panamanı çıxdıq, Perunu çıxdıq. Deməli, qaldı Türkiyə, Monqolistan və Argentina. Bəli, Argentinada mülayim həm iqlim qurşağına düşür, həm də işıqlama qurşağında mövcud ola bilər Argentina ərazisi. Gəldi 25-ə. Qütb ulduzu müşahidə olunduğu məntəqələr, qütb ulduzu deyirsə ancaq şimaldayıq deməkdir. Yəni Cənub yarımkürəsi bunu görməyəcək. Cənub yarımkürəsi görmədiyinə görə Madaqaskar çıxır, böyük sayıcı dağlar çıxır, La Plata körfəzi çıxır. Qaldı 2, 3 və 5. Cənub yarımkürəsində olan bütün məntəqələri çıxırsınız. Burada da yenə qütb gündüzləri müşahidə olunduğunu istəyir. Yenə cənubdakıları çıxıram. Misal üçün Antarktida getdi. Falkland adası Cənubi Amerikanın ucqar cənub hissəsi də çıxdı. Tasmaniya Avstraliyanın cənubudur çıxdı. 1, 2 və 6 olacaq bizim doğru cavabımız. Newfoundland adası bəli okey düşə bilər. Çünki bu da Şimali Amerikanın şimalında yerləşir. Viktoriya adası Kanadada yerləşir, Novosibir adaları isə Rusiyada yerləşir. Bunların hər biri qütb gündüzlərinin müşahidə olunduğu ərazilərdir. Bizi buradan qütb ulduzunu deyil, qütb gündüzlərinin müşahidə olunmasını istəyir. Qütb gündüzlərinin müşahidə olunması üçün Newfoundland adası biraz aşağıdadır. Əslində bunu götürə bilmərik. Gündüzləri dediyinə görə söhbət burada bəli Antarktidadan gedəcək, götürə bilərik. Antarktida ərazisində müşahidə oluna bilər. Amma digərləri 66.5-dən aşağı olduğuna görə müşahidə edilməyəcək. Daha sonra gəlirik 27-ci suala. Saat qurşaqlarını verib bizə burada və hər bir saat qurşaqlarının yerləşdiyi uzunluqları bizdən istəyir. 4-cü saat qurşağı 23-cü və 13-cü və 23-cü saat qurşaqlarını istəyir. 4-cü saat qurşağı birbaşa vururam 15-ə. Tapıram ki, şimal yarımkürəsidir. 60. Deməli 60-a yaxın bir ədədi götürməliyəm bura. 1-ə S 65 şərq uzunluğu. 2 13-cü saat qurşağıdır. 13-cü saat qurşağı artıq cənub, yəni qərb yarımkürəsindən düşür. 24-dən çıxacam 13-ü. Qalacaq 11. 11-i də vuracam 15-ə. 165. Lakin bu qərb uzunluğu olacaq. 165 qərb uzunluğuna ən yaxın rəqəmlərim isə burada 170 qərb uzunluğudur. Bir də 162 qərb uzunluğudur. Yəni A ilə B. 2-yə götürəcəm A və B. Digərisi 23-dür. Yenə 24-dən çıxacam 23-ü, qalacaq 1-ci saat qurşağı. Biri də vuranda 15-ə, 15 qərb uzunluğu. 15 qərb uzunluğuna burada ən yaxın rəqəmlərim isə D-dir. D məntəqəsi. 3-ədir. Yeni heç birini götürmədi, çünki əslində heç birinə uyğun gəlməyəcək. Ona görə yəni məcbur deyil ki, buradakı hər bir variantı nəyəsə uyğunlaşdırasınız. Cavabları yoxlayırıq, əgər alınmırsa götürmürük. Gəldik situasiya məsələlərimizə. Deyir ki, yay gün dönümü günündə yay gün dönümü günü şimal sərhədinə günəş şüalarının 47 dərəcə bucaq altında düşdüyü zaman
Bu işıqlanma qurşağında gündüz uzun, gecə isə qısa olur. Mətnə əsasən coğrafi enliyi və işıqlanma qurşağını müəyyən edib yazmağımızı istəyir bizdən. Deməli, 90 dərəcə enliyim, bucağım, 90 dərəcə bucaq. Yay gün dönümü günü, şimal sərhəd. Enliyimi bilmirəm, enliyi buradadır. Zenitdən də bilməyəm, zenitindən xəbərim yoxdur. Zenit deyir ki, əslində günəş olar yay gün dönümü günü. Yay gün dönümü deyirsə, tamam, o zaman götürməli 23.5 şimal enliyini. 23.5 şimal, bu da 47 bucaq. 47 dərəcə bucaq artıq mənə göstərir ki, bunlar eyni yarımkürədə yerləşəcəklər. Deməli, 90-dan 47-ni çıxsam 43 dərəcə qalır. Enliyi çıxılsın 23.5. Deməli, 23.5-in də üzərinə gəlsəm 43 dərəcə, eləyəcək 66.5 dərəcə şimal enliyi. Yəni, məntəqəm olur 66.5 şimal enliyi və bunun yerləşdiyi işıqlanma qurşağı da şimal mülayim işıqlanma qurşağı olur. Yəni, mülayim işıqlanma qurşağı da şimal hissəsidir. Mətndə verilmiş işıqlanma qurşağından şimalda və cənubda qalan yerləşən məntəqələri. Şimalda artıq qütblərdir. Yenə şimal qütbü. Söhbət şimaldan gedir. Bunu mütləq vurğulanmağınız lazımdır. Cənubda isə aşağıda bir dənə qalır. Bu da tropik işıqlanma qurşağımızdır. Tropik işıqlanma qurşağının sərhədləri yenə deyirik 23.5-lərin arasıdır. Sxemə əsasən bizdən istəyir ki, mətndə verilmiş ərazidə yerləşən ölkələri seçməyimizi. Deməli, şimal mülayim deyirsə, hardasa təxminən biz onu götürməliyik 23.5-dən 66.5-ə qədər olan ərazilərdə. Deməli, aydın şəkildə görünür ki, bura düşür 1. 1-in ərazisi İspaniyadır. 3-ün ərazisi gəlir, düşür Monqolistana. Bura Monqolistandır. 6 da təbii ki, aydın şəkildə görünür ki, artıq ABŞ-ın ərazisidir. Burada İspaniya. Deməli, bu ölkələrin hamısı əslində mülayim işıqlanma qurşağında yerləşən ölkələrdir. Özü də şimal mülayim işıqlanma qurşağında. Belə ki, situasiya tipli məsələlər biraz uşaqları qorxudur ilk baxışdan, amma situasiya məsələlərini həll etməyə başladığımız zaman əslində o qədər çətin olmadığını görürük. Sadəcə bir-birinə əlaqəli 3 dənə sual verir bizə. Aydın şəklində həll elədik ki, əslində bir sualı bilsək, digərini həll etməyimiz mümkündür. Digər videolarımızda sınaqların, ilmi variantında olan sınaqların da izahı davam edəcək. İzlədiyiniz üçün hər birinizə təşəkkürlər.